hər şey yaxşıdır. Saat 2 işləyir, Leylanın dərsdən çıxan vaxtıdır. Gedib götürmək lazımdır. İndi işdən çıxmağını bildik, qovumluqdan da çıxırsan. Heç olmasa bugünü yola ver, istəmirsənsə... Yox, gedərəm. Hə, zəhmət olmasa qadası. Canım narahatdır, fikrim qalıb onların yanında. Yaxşı, Leylanı evə aparım, gəlirəm. Kim orada oturur? Bir mərtəbə aşağıda. Gedək özüm görüm, danışım, arxayın olun. Deməli, Şəmsinin ağzının payı az olub. Mən onun dərisinə saman təpim, o da baxsın. Hələ tələsmə qadına, hələ tələsmə. Yaxşı fikirləşib, ona qəşəng dərs vermək lazımdır ki, ağlı gəlsin başına. Dəyin görüm, biz bu söhbəti könüldən niyə gizlədirik? Çağıraq o da eşitsin. Qoy görsün ki, anası onu hansı bəladan qurtarıb. Könül! Ay Könül! Gəl bura. Tez elə. Evdəki bu həngamənin səbəbi bilirsən nədir? Mən bu evdə olanlardan nəyi bilirəm ki, bunu da bilim. Qızına da bir kəlmə söz demək mümkün deyil də. Nə soruşursan deyinir. Mən yazıq nə vaxt deyindim ki? Az yaxşı uzatma. Ata-ananı bilirsən niyə vurub? Şəmsi qızışdırıb atanı. Nə Şəmsi? Şəmsi də Şəmsi. O yazışdığın, imkan tapan kimi mesaj yazdığın Şəmsi var ha. Bax o. Şəmsi ataya nə deyə bilər ki? Sənin telefonuna mesaj yazıb görüşə çağırırmış. Ana da gedib onu da anlamağa. Sən demə əclaf plan qurub. Yerinə başqa adam göndərib. Xəlvətcə də şəkillərini çəkib. Sonra da göndərib ataya. Ata da onu görüb, gəlib evə qırğın salıb. Qızışdırmaq daha nətər olur? Ola bilməz. Buna bax. Atası vurub məni yarımcan eləyib. Bu hələ Şəmsin təsibini çəkir. Yan da, ay Firuzə, yan. Yan, tökül, yan. Of.
Ola bilməz nə də az. Mən yalan danışıram, ana yalan deyir. O mənada demədim, ey. Yəni deyirəm ki, inana bilmirəm. Sən inanmaq istəmirsən. Güya sən Şəmsi ölmüşü tanımırsan, ha? Vay, nə yaxşı gəldin. Qalx əynini dəyiş gedirik. Hara? Könüllü aparıram yanıma. Bu ilə bizim mağazada işləyəcək. Bu ne öz başınalıqdır? Tək başına qərar verən çıxmısan, ha? Demədim ged əynini dəyiş. Diyanaz. Bu ne tərbiyəsizlikdir? Dayı ananı saymırsan, ha? Mənim tərbiyəsiz. Ayıb deyilsən, hə? Ayıb deyil yaşına yaraşmayan hərəkət edirsən. Ananın üstüne niye kışkırırsan? Sən nə deyirsən, hə? Qaqaş qurban olum. Məsəl eləmişsən. Qaqaş qurban olum dalaşmaq. Qaqaş. Sən elə ana qudurdub. Qaqaş yaxşı. Əşitmədin ged əynini dəyiş. Sənə nə olub bala? Üzün niyə belə dönüb? Otur ananın yanına. Ne olub axı? Sənin azizar olub. Utanmırsınız, ana bala əlver olub. Bunu oyunda çıxardırsınız. Ha? Geçmiş kürəkəninə qızının adından mesaj yazsan. Ayıb deyilsən, hə? Ha, onlar ər-arvad olublar, Bəlkə başqa söz yazardı. Bunun burasını fikirləşmirsən? Bu nə hərəkət edirsən? Nə çığır bağır sağırsan? Ağıllı çıxmısan? Ağzında keçmiş kürəkən deyirsən. Bəs ona ayıb deyil? Boşanmış arvadına mesaj yaz. Təəccüb eləyir. Deməli barışmaq istəyir də. Nə tökülüşmüsüz Şəmsin üstünə, hə? Bəlkə narkomandır, əyyaşdır, qıraqda ailə saxlayır. Bəlkə oğurluq eləyib xəbərimiz yoxdur, hə? Nə pis iş tutur, ha? Qızının da meyli var, görmüsən? İstəmirsən qızın xoşbəxt olsun? Xeyr ol ya, onun vəkilliyini eləyirsən. Sən səsini kəsət, düdük! Adam döydürən olub mənə. Şəmsi sahibi şapalaq vursa, ayaq üstə canın çıxasıdır. Bu qanmır, bu uşaqdır. Bəs sən olmayaydı Şəmsi, olardı qanmazın biri. Aparıb verərdi bizi polisə. Qıraqdan baxan nə deyərdi? Hə? Deyərdi əllərinə 5 manat artıq pul keçib, gözləri ayaqlarının altını görmür. Dur, dur könüllədinən maşında gözləyirəm, gəlsin. Hara gelsin? Deyim də, deyim razılaşsın. Lazım deyil. Elə onun da ürəyicədir. İndi bəzənib düzəlib düşəcək aşağı. Bu da başqa adam onu be. Bir söz demək olmur. Bir şey olan kimi özündən çıxır. Onu özündən Şəmsi çıxardı. Nə deyib, nə deməyib. Doldurub beynini. Əclaf. Tanıyır da bizi. Bilir bizdən necə danışmaq lazımdır. Toxlu it. Heç eybi yoxdur. Dayan. Qoy biraz keçsin. Qoy bir özümə gəlim. Ona elə bir divan tutacağım ki, bizi tanıdığına peşman olacaq. Həkimlə danışdım. Dedi qorxulu heç nə yoxdur. Sənanı çalışacağım, evə aparım. Sən gəl çıxaq bayıra birdən işlər. Sən gecəni qalırsan burada. Oldu. Amma burada bir məsələ var. Diqqətli olun.